Avropa oyunları kimi bu oyunlarda da hansısa dövlətin rəhbərlik səviyyəsində kimlərinsə gəlişi gözlənilirmi? Yəni ki, bizdə biletlər alanda heç vaxt Formula 1-də bu biletlər personal bilet, fərdi biletlər deyil. Orada soruşulmur ki, kim üçün bilet alınır və onun ad familiyasını, vəzifəsini təqdim edilir. Orada 20 dəqiqəli açılış nəzərdə tutulubdur. Açılış olacaq saat 16:45-də ayın 19-da Azərbaycanın himni səslənəcəkdir. Yarışdan sonra da mükafatlanma olacaq. Bu ulduzlar necə olacaq? Ulduzlar, musiqiçilər daha siz eşitmişsiniz ki, Brown, Iglesias və Pharrell Williams Bakıya gəldilər. 3 gün onlar konsert verəcəklər bulvarda. Azad müəllim, adətən bizim belə möhtəşəm layihələrimiz ənəfəsində dırnaqarası dostlarımız fəallaşır da. Mən bir sıra xarici kütləvi informasiya vasitələri və bu kütləvi informasiya vasitələrində Azərbaycanın əleyhinə yazan jurnalistləri nəzərdə tuturam. Məsələn, Rebecca Vincent var, Guardian qəzeti var. Yəni ki, bunlar və başqaları da var. Washington Post var. Kimlər ki, bir qayda olaraq Azərbaycanı qara piyara tutur. İndi son zamanlar mən fikir verirəm, artıq dairə daralır. İndi dairə nəzərə alsaq ki, biz Formula 1-ə hazırlaşırıq, halqa da demək olar. Onların halqası daralır, bizim halqa genişləndiyi kimi və artıq Rebecca Vincent Guardian'da çıxış edir. Ola bilər ki, maddi imkanlarla problemləri var falan var. Sualım nə ilə bağlıdır? Biz BBC-də gördük ki, bu yaxınlarda BBC gəldi Azərbaycanın bu haqqında çox gözəl bir müsahibə, çox gözəl bir film, çox gözəl bir süjet elədi və verdi efirə. Yəni, onlarla işləyəndə onlar heç demə yalnız düşmən dillərinə malik deyil də, bacaranda dost dildə çıxarda bilirlər. Bu Guardian'ı bəlkə dəvət eləməyə lazımdır ki, gəlsin belə Formula 1-ə, xüsusi bir dəvətnamə göndərək, gəlib otursunlar, baxsınlar. Bunlarla danışmaq olmaz ki, gecə-gündüz negativ yazmasınlar bizim. Bu idmana, bu gənclərə olan sual deyil, aid olan sual deyil. Mən bu sahədə, mən siyasi məsələlərə orada təhlil aparmaqda niyyətində deyiləm. Sadəcə bir insan kimi, bir vətəndaş kimi mən deyə bilərəm ki, bu sifarişdir, yəni ki, burada Owen Gibson'ın, burada Rebecca'nın öz istəyi deyil. Mən Owen Gibson'la bir dəfə telefonla danışdım, müsahibə verdim, mən onu Bakıya dəvət elədim. İmkansız bu insan mən verdiyim bütün deyən suallara tamamilə ayrı bir şəkildə onu öz məqalədə göstərdi. Yəni ki, bu insanlar sifariş alarkən heç vaxt onlar öz mövqeni deyək ki, öz yanaşmanı ölkəyə dəyişdirmək istəmirlər. Onlar sifarişi bizi qaralamaqdır, imkan axtarmaqdır ki, hansı bir böyük tədbir Azərbaycanda cəmaatın, ölkənin, dünyanın bütün gözlər, fikirlər bura gətəndə həmin anda bunlar da fəallaşır. İndi deyirlər ki, musiqiçilər gəlməsin. Yəni, istəklər dəyişilir, arzular dəyişilir. Məsələn, Iglesias gəlməsin. Iglesias'ın öz işidir, Rebecca'nın öz istəyi. Bu yolların bağlı olacağını biz bilirik. Xüsusi yollar bağlı olacaq. Yolların bağlı olacağı təqdirdə yəqin ki, hansısa bir alternativ imkanlar da nəzərdə tutulur da, həmin günlər hansısa bir force major hadisələri ola bilər. Onların istəkləri, onların tələbatı nəzərə alınmır. Yollar, orada olan o betonla bağlantılar çox asanlıqla, rahatlıqla götürülür ki, əgərsə siz deyən kimi belə force major vəziyyətə biz gəlsək, çıxsaq, Allah eləməsin ki, olsun və belə hallar dünyada da olur və bütün girişlər, bütün deyək ki, harasa çatmaq üçün imkanlar o yaradılacaq. Bundan savayı mən qeyd eləmək istəyərdim ki, bizim əməliyyat şirkəti tərəfindən xüsusi nəqliyyat planı işlənilibdir və Bakı Nəqliyyat Departamentində təqdim olunubdur. Onlarla birgə o plan müzakirə olunubdur. Mən qeyd eləmək istəyirəm ki, bu əməliyyat şirkətinin işi deyildi. Yəni ki, biz onu elədik, ona görə ki, biz şəhərin sakinlərin qarşısında məsuliyyət hiss edirik. Və bu planı işlədik və təqdim etdik. O planın işləməyində bizim xarici mütəxəssislər də iştirak ediblər və bugünə müxtəlif, mən deyə bilmərəm dəqiqliklə, vəsait keçirilib Bakı Nəqliyyat Departamentində ki, znaklar alınsın, xüsusi plasmas belə su ilə dolmuş baryerlər
sifariş olunsun, alınsın ki Bakıda, şəhərdə, Halqanın ətrafında bəzi küçələrdə istiqamət dəyişilsin və sürücülər də istiqamət həmin bu işarələrlə göstərilsin ki, onlar necə hərəkət eləməlidirlər ki, şəhər həqiqətən də belə böyük o kollaps deyilən vəziyyətə düşməsin. Bulvar bağlı olacaq. Yəni bulvar olacaq, bütün əyləncə, başdan ayağa əyləncə olacaq və müxtəlif yerlərdə konsertlər olacaq. İndi yəqin ki, var da elə bir plan, elə bir qrafik var ki, mühərriklərin gücü olanda təbii ki, konsert səsi eşidilməyəcək. Onlar necə planlaşdırılır? Necə olacaq? Konsertlər başlayır 8:30-da. Əgərsə bir hadisə baş verməsə, təxmini yarış, hər günkü yarış 7-yə qalmış qurtarmalıdır, bitməlidir. Əhali hansı bir deyəcəyiniz varmı bu yarışlar ərəfəsində? Biz çox istərdik ki, bizim Halqada olan Halqanın ətrafında evlərdə yaşayan insanlara çox diqqətli olsunlar. Bizim üçün ən böyük faciə olardı ki, kimsə balkondan nəsə bir şüşə butulka ata bilsin, maşın keçən yerdə, nəsə belə bir şey olsa, biz onu bağlaya bilmərik. Biz bütün balkonları xüsusi bir hasarla bağlaya bilmərik və bütün bu yarışın mənası itir oyuna. Amma uşaqlara nəzarət eləmək olar. Belə bir balaca uşaq ola bilsin ki, nəsə atsın, belə sürətlə gedən maşına balaca deyək ki, Bizdə var da elə şey. Nəsə bir balkondan atmağa azalıbdır son illər, amma indiyə kimi belə şeylər var. Buna çox böyük diqqətlə yanaşmaq lazımdır. Bakı şəhər sakinlərə mən əməliyyat şirkəti adından mən üzr istəmək istəyirəm ki, bu problemlər yaranıbdır. Amma inanasınız ki, bu 3 günlük, 4 günlük bizim şəhər üçün olan, insanlar üçün olan bu trafik və yollar problemi inanmazsınız ki, nə qədər bütün dünyaya Azərbaycanın təzədən, yenidən Azərbaycanın səsini çatdırıcı, Azərbaycanın adı tanıtdırıcı və o çox vacibdir. Mən qeyd elədim, 180-dan artıq ölkədə 500 milyon idman sevənlər bu yarışıb daimi baxır. Yəqin bilet almışsınız da siz? Məndə akreditasiya var. Aha. Ailənizlə gedəcəksiniz yəqin? Ailəmiz gedəcək mütləq. Akreditasiya o deməli alan xüsusi belə zümrə var Azərbaycanda, yoxsa sadəcə olaraq siz işin təşkilatında iştirak edirsiniz? Ancaq təşkilatçılardır və orada işçi qüvvədir. Yəni ki, Avropa oyunlarda məsələn çoxlu jurnalistlərə və s. və genel qonaqlara da, nümayəndə heyətlərə də, çoxlu adamlara bu akreditasiya verilmiş. Bizim volontyorlarımızda da akreditasiya var. Onlar da köməklik göstərdilər ki, onlara bir icazə olsun ki, bütün zonalara girməyə. Aydındır, təşəkkür edirəm cənab nazir. Çox sağ olun.